Son dövrlər ölkəmizdə tək valideynli ailələrin sayı artıb. Bunun səbəbləri sırasında valideynlərdən birinin vaxtsız ölümü, nikahdan kənar münasibət və ən əsası boşanmaların sayının günbəgün artması dayanır. Boşanmadan söz düşmüşkən, Dövlət Statistika Komitəsinin 2023-cü ilə aid son məlumatına görə həmin il ölkəmizdə dağılan ailələrin sayı 21688 olub ki, bunun da 9510-u uşaqsız ailələrdir. Həmin il dağılan ailələrin 4748-i bir uşaqlı, 7430-u isə 2 və daha çox uşaqlı olub. 2023-cü ildə boşanmalar nəticəsində ümumilikdə 21689 uşaq valideynlərindən biri ilə qalmağa məcbur olub. Bu məsələ ilə bağlı ötən ili əhatə edən statistika hələ hazır olmasa da, rəqəmlərin artması da istisna deyil. Azərbaycan reallığı belədir ki, dağılan ailələrdə uşaqlar əksər hallarda ananın yanında qalır. Bu da uşaqların bəzən ata qayğısından və tərbiyəsindən kənarda qalması deməkdir. Hətta tək valideynli ailələrdə böyüyən uşaqların psixoloji problemlərlə üzləşdiyini iddia edənlər də var. Uşaq valideynsiz necə olacaq? Travma alacaq mütləq. Uşaq ata ilə ananın yanında qalmalıdır. Mütləq. Belə uşaq travma alacaq, psixoloji vəziyyəti, beyni çörüləcək. Uşaqdır da, uşağa mütləq ana, ata, valideyn tərbiyəsi lazımdır. Tək ailəli uşaqlarda, iki valideynli uşaqlarda da, yəni hər ikisində psixoloji problemlər ola bilər. Bu bir neçə amillərdən asılı ola bilər. Bəzən tək valideyn də, yəni ki, qohumları ilə birgə, öz valideynləri ilə birgə elə mühit yarada bilər ki, tam şəxsiyyət, tam yəni ki, hər tərəfli inkişaf etmiş şəxsiyyət yəni böyüdə bilər. Eləyir, hardasa bir psixologiyasına təsir eləyir. Necə təsir edir? Uşaq pis olur, belə beynində fırır ki, atam, anam belə də alındırır, belə alındıramır ora-bura. Psixologiyasına belə təsir eləyir hardasa. Bəzən ailələr boşanır müəyyən səbəblərdən. Burada bir travma yaşaya bilər kimi mən düşünürəm, amma yenə də valideynlərin evladın böyütməsində birgə yəni bir rol olmalıdır, birgə səy göstərməlidirlər ki, evladların böyütsünlər. Boşansalar belə. Boşansalar belə, bəli, boşansalar belə. Ona görə ki, evlad onun hər ikisinə aiddir. Yəni ki, ailənin bir-birindən ayrılmağı onun atalıq və yaxud da analıq hüququnun əlindən getməsi demək deyil. Kimlər ki, artıq olğunlaşıb, o meyarlara cavab verir, onlar evlənə bilsinlər və valideyn olmaq şansına sahib olsunlar və təbii ki, problemin bir ucundan biz əgər toxuna bildiksə, öz həllini digər tərəfdə tapacaq. Belə bir uşaqların sayı minimuma inəcək. Olsa belə biri var ki, biz kütləvi belə bir problemlə işləyək. Çətinliyimiz olsun, sosial işçilərimiz də o qədər deyil. Bir də var ki, az olsun. Az olanda bunu idarə etmək daha asandır. Dünya statistikasına görə dağılmış ailələrdə böyüyən uşaqların 84%-i tənha ana, 16%-i isə tənha ata ilə birlikdə yaşayır. Əksər insanlar bu fikirdədir ki, tək valideynli ailələrdə uşaq böyütmək və tərbiyələndirmək çətin olduğu qədər həm də azyaşlılara mənəvi və psixoloji baxımdan mənfi təsir edir. Bəs bugün tək valideynli ailələrdə böyüyən uşaqlar hansı qayğılarla üz-üzədir? Tək valideynli ailələrin sayının artması cəmiyyətə necə təsir edir? Bu kimi halların sayının azaldılması üçün hansı addımlar atılmalıdır? Bugün sabahı saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.